və sonra gəlir Məlik Yevmiddin, qiyamət gününün hakimi, sahibi olan Allah. Yəni bu göstərir ki, qiyamət günü elə bir gündür ki, orada Allah Taala'nın mülkün sahibi o, hər şeyin sahibi o. O zaman hər şey təcəlli olacaq ki, hər şeyin sahibi kimdir? Uca Allah Taala. Yəni bütün məxluqatın hər şeyin mülkiyyəti, hakimiyyəti bu dünyada, yəni insanın əlində olan hər bir şey müvəqqətidir, dünyadan köçənə qədər. Amma Allah üçün nədir? Kamildir. Bu dünyanın da sahibi odur, ahiretin də sahibi odur. Baxın. Yəni Allah Taala mülkü ilə, hökmranlığı ilə aşkar olandır. Yəni hər şeyə qadirdir, zəngindir. İnsanlar isə nədir? Ona möhtaclar. Ona görə deyir ki, Məlik Yevmiddin. Yəni qiyamət günü insanlar halları o gün bəziləri mükafat alacaq, bəziləri isə Allah Taala cəzalandıracaq. Ona görə Yevmiddin adlandırır. Yəni əslində qiyamət gün sahibi, cəza və mükafat gününün sahibi. Həmçinin nəyə görə Fatihə surəsində bununla başlayır, Quranı başlayarkən, yəni ey insan, əməllərinə çəki düzən ver, yəni Allahdan qorx, gözəl insan ol, qeybət etmə, insanlara zərər vermə, çünki bu dünyadan köçəcəksən, Allah dərgahına gələcəksən, qiyamət günü həqiqət tam açıq şəkildə ortaya çıxacaq. Bu ay həmçinin insanın qəlbinə ümid verir. Ümid verir ki, mən Rəbbimin dərgahına gedəcəm. Həmçində insanın qəlbinə biraz qorxu gətirir ki, insan neynədir? Əməllərindən çəkinsin. Yəni, pis əməllərdən çəkinsin və gözəl əməl sahibi olsun. Ona görə Fatihə surəsini dərk edərək oxuyanda Allah insana neynəyər? Şəfa verər və onu qoruyar.